Bəzi yerlərdə parklanma ləğv olunub. Bizim evin qabağında Həzrət Aslanov küçəsində bir balaca küçədir də, bax çox kiçicik küçədir. Çünki məhz bu küçələr bugünkü, yəni 2026-cı il üçün, 27-ci il üçün, 2030-cu illər üçün nəzərdə tutulmayıb. Bu nəzərdə tutulub 1872 üçün illər üçün, 1800 nə bilim 90-95-ci illər üçün nəzərdə tutulan küçələrdir də. Orada arada faytonlar gedib, gəlib, az halda o hansı ki o milyonçular olub, onların özləri demiş avtomobilləri olub, arada belə onlar görünüb. İndi hal-hazırda bizim gedib hansı ki belə bizim yolumuzdur da, piyadanın öz yolu var. O yollara da maşınları qaldırıb qoyublar və hamından da pul tələb edirlər. Təbii ki, rəsmi portaldır, portalın özünün nəyi var, həmən girib pul ödəyirlər, maşın dayanır. Mənə aid olan gediş-gəliş yer var da, kiçicik. Oranı da pullu ediblər. Maşını gətirib orada park edirlər, parkinq edirlər. Paytaxtda sosial xidmət və tibb məsələlərinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha altı ünvanda müvafiq nişanlar quraşdırılaraq taksi və fərdi nəqliyyat vasitələrinin sərnişinlərin rahat minib düşməsini təmin ediblər olunub. Təbii ki, mən istinad edirəm Ölkə.az, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi təbii ki, bu sayta məlumat verib. Layihənin davamlı olaraq Sabit Orucov küçəsində Respublika Perintal mərkəzinin yaxınlığında Mehdi Mehdizadə və Fəzail Bayramov küçələrində Midland Hospitalının yanında parklanma yerlərinin bir hissəsi ləğv olunaraq 5.14 mini taksilərinin duracaq yeri və 3.28 durma qadağandır. Yol nişanları quraşdırılmaqla minib düşmə yerləri təşkil edilib. Sözü gedən nişanlar Böyük İpək Yolu küçəsində Heydər Əliyev prospekti ilə kəsişməyə yaxın Həsən Salmani küçəsi və Babək prospektində də yerləşdirilməklə yeni klinika, Leyla Medical Centre və Bakı Medical Plaza'ya gələnlər üçün əlavə şərait yaradılıb. Və qeyd olunub ki, paytaxtın 7 ünvanında yerləşən tibb müəssisələrinin qarşısında minib düşmə yerləri və taksilərin sərnişinlərin düşmələri üçün imkan yaradılıb. Klinika yeri alıb da. Niyə görə külli miqdarda da pullar qazanırlar? Elə klinikanın rəhbərlərində indi son illərdə yenə də tikiləcəklər, yenə də istifadəsinə veriləcək insanların. Nəzərdə onu da tutun ki, buraya gələn insanlar var. Pasientlər, pasientlərin qohumu, əqrabası, digərləri. Onlar maşınlarını rahatca harda saxlamalıdır? Onu da nəzərdə tutun. Hörmətli klinikalar, özəl klinikalar tikdirirsiniz, onu da nəzərdə tutun.